Salam, əziz və dəyərli, çox hörmətli dostlar, çox hörmətli izləyicilər. Hər birinizi salamlayıram bu gözəl gündə. Allah hər birinizi var eyləsin, Allah hər birinizi bərxudar eyləsin inşallah. Bir sual, bir cavab verilişimizdəyik, dəyərli dostlar. Elə vaxt itirmədən istəyirəm keçək verilişimizə, mövzumuza. Bugünkü sualımız nədir? Bugünkü sualımız əsasən budur ki, hər biliyə sahib olmaq hikmət deməkdirmi? Bugünkü sualımız bundan ibarətdir, dəyərli dostlar. Ümumiyyətlə, insan tarix boyu biliyin ardınca qaçmışdır. Kitablar yazmış, məktəblər qurmuş, kitabxanalar inşa etmiş, elm öyrənmək üçün minlərlə kilometr yol qət etmişdir və s. və ilə axır. Çünki bilik insanı digər canlılardan fərqləndirən ən böyük neymətlərdən biridir ki, biz bunu əvvəlki sual cavabımızda demişdik. Lakin burada mühüm bir sual ortaya çıxır ki, hər biliyi bilmək və hər biliyi anlamaq hikmət deməkdirmi? İndi bəlkə də deyə bilərsiniz ki, əvvəlki verilişin axırında sən buna deyinmişdin, amma yox, indi fərqli prizmadan baxacaq. Və belə deyək ki, ilk baxışdan bu iki anlayış eyni görünə bilər. Çünki hər ikisi elm və öyrənmə ilə bağlıdır, dəyərli dostlar. Ancaq əslində bilik və hikmət arasında çox böyük bir fərq vardır. Bilik insanın nə bildiyini göstərir, hikmət isə insanın bildiyinin necə istifadə etdiyini göstərmiş olur. Yəni, o öyrənilən elm insan həyatına mühüm təsir bəxş etməlidir. Mühüm təsir bəxş etməlidir. Yəni, öz təsirini bağışlamalıdır. Və bu səbəbdən hər alim hikmət sahibi olmaya bilər. Amma hər hikmət sahibi müəyyən biliyə də malik olmuş ola bilər, dəyərli dostlar. Və mən hər zaman bilirsiniz ki, İbn Sinanın düşüncəsinə mən hər zaman istinad eləyirəm ki, İbn Sina elmi insanın kamilləşməsi üçün bir vasitə hesab edirdi. Onun fikrincə elm insanı həqiqətə yaxınlaşdır. Elm insanı həqiqətə yaxınlaşdırmalıdır. Əgər öyrənilən bilik insanın düşüncəsini və davranışını dəyişdirmirsə, həmin bilik öz məqsədinə çatmamış deməkdir. Biz bu fikir üzərində bir qədər düşündükdən sonra maraqlı bir nəticəyə gəlirik. İnsan bir kitabı əzbərləyə bilər, yüzlərlə məqalə oxuya bilər, onlarla dil öyrənə bilər, lakin yenə də hikmət sahibi olmaya bilər. Niyə? Çünki hikmət məlumat toplusu demək deyil, məlumatı toplamaq demək deyil. Hikmət məlumatı həyatın içində doğru şəkildə istifadə edə bilməkdir. Əvvəlki verilişlərimizdə deyilmişiksə, mən istədim bugün yenə bu mövzu ətrafında biz danışaq. Müasir dövrdə informasiyanı əldə etmək heç vaxt olmadığı qədər asandır. Yəni, bir neçə saniyə ərzində biz müxtəlif mövzuları araşdıra və müxtəlif mövzular ətrafında bir sıra yüzlərlə məlumat əldə etmə imkanına malikik. Amma filosoflar deyirlər ki, bilik zehnə daxil olur, hikmət isə şəxsiyyətə çevirir. Məhz buna görə də hikmət sahibi olan insan təkcə gözəl danışmır. O gözəl yaşayır, onun qərarlarında tarazlıq olur, çətin anlarda tələsmir, uğur qazandıqda təkəbbür göstərmir və məğlub olduqda isə həmin insan ümidsizliyə qapılmır. Dəyərli dostlar, çünki hikmət insanın yalnız ağlını deyil, xarakterini də öz ətrafında formalaşdırmış olur, dəyərli və çox hörmətli izləyicilər. Bəs burada belə bir sual ortaya çıxır ki, bəs hikməti biz necə qazana bilərik? Sona çatıram, bitirirəm. Əvvəlki verilişlərimizdə deyilmişik deyə üzdən gedirəm. Bu həftəki verilişlərimiz daha çox üzdən oldu, belə deyək. Bunu deyək ki, hikmət yalnız kitab oxumaqla əldə edilmir, dəyərli dostlar. Hikmət
düşünməklə qazanılır, təcrübə ilə möhkəmlənir, əxlaqla tamamlanır və həyatın içində formalaşır. Elm ağlı inkişaf etdirir, hikmət isə belə deyək ki, ağlı kamilləşdirir. Ağlı kamilləşdirir. Yəni, belə deyək ki, bizim buradakı nəticəmiz odur ki, biz bir məlumatı əvvəlcədən biz belə deyək ki, bir şeyi öyrəniriksə, biz onu niyə öyrənməli olduğumuzu əvvəlcədən təyin etməliyik və ona ehtiyaclı olduğumuzun şuur altısında olmalıyıq. Yəni, sən bilməlisən ki, bir şeyi niyə öyrənirsən, niyə oxuyursan. Əgər sən bunu müsbət yönünü, buna cavab tapırsansa, mümkün deyil ki, sən orada bir nəticə almayasan. Sənin bir, belə deyək ki, oradan bir müsbət yönlü bir xeyrin olmaya. Çünki oxuduğun və əldə etdiyin məlumatlar sənin şəxsiyyətinə və sənin mənəvi inkişafına xidmət etməlidir. Əgər ona xidmət etməlidirsə, o boş bir məlumat toplusundan başqa bir şey deyil, dəyərli dostlar. Başqa bir şey deyil. Əgər oxuduğumuz şey bizim yaşayışımıza öz mühüm təsirini göstərmirsə, o yalnız məlumat toplusu deməkdir da, bunu deyirəm. Yəni, biz oturub 1000 səhifəlik kitabı başdan ayağa oxuyub, bir, belə deyək ki, müqəddimə olaraq heç bir şey əldə etmiriksə, deməli, o kitabdan sənin heç bir xeyrin olmadı. Yəni, quru-quru əzbərləmə yox, öz həyatımıza biz onu tətbiq etməliyik, dəyərli dostlar. İndi özünüz də xahiş edirəm, bir oturun, düşünün, bir nəticə çıxarın bu yönümlü ki, mən nə demək istəyirəm. Siz özünüz başa düşəcəksiniz öz təfəkkürünüzlə. Yəni, hikmətin də bir, belə deyək ki, mənası var. Ki, sən oxuduğun, öyrəndiyini həyata keçirməlisən. Ona görə bitirirəm mən burada. Bizim başlanğıc sualımız nə idi? Başlanğıc sualımız oydu ki, hər biliyə sahib olmaq hikmət deməkdirmi? Xeyr. Qısaca deyirəm, bitirəm, qeyd edin. Əgər ki, bizim o öyrəndiyimiz bilik bizim həyatımıza, bizim mənəvi inkişafımıza, cəmiyyətə olan xidmətimizə, şəxsiyyətimizə, ailəmizə, xüsusiyyətimizə öz müsbət yönümlü təsirini və xidmətini göstərmirsə, xeyr. O bilik, hikmət demək deyil. Amma öyrəndiyimiz bilik bizim həyatımızda müsbət yönlü dəyişiklik edirsə və kamillik dərəcəsində olan kamal yolunda, mənəvi yolda bizə mühüm təsirini göstərirsə, demək ki, o bilik bizim üçün çox mühümdür. Niyə? Çünki, bax, bunu da deyim, yəni bizim bura toplaşmağımızın əsas səbəbi nədir? Biz oturub, oxuyub, dərk edib, öyrənirik və bu verilişlərimizin əsas, mühüm xüsusiyyəti, bizə lazım olan əsas, lazımi şey nədir ki, bizdə iz qoya bilsin, bizi düşündürə bilsin. Çünki hər düşüncə, müsbət yönlü düşüncə bizim həyatımızda müsbət yönlü təsir göstərə bilər. Ona görə sizin də özünüz, dəyərli dostlar, oturun, bir bu yönlü düşünün, bu yönlü bir təfəkkür edin. İndi bu suala mən belə cavab verdim. Təbii ki, sizin də cavablarınız daha fərqli ola bilər. Siz də öz düşüncələrinizi ortaya qoyun və biz bunu bilmiş olduq ki, sualımızın cavabı o oldu ki, dəyərli dostlar, hər biliyə sahib olmaq hikmət demək deyil və biz bunun səbəblərini də izah etdik. İnşallah, təşəkkür edirəm. İnşallah qalanlıq qaran bir yer olmadısa da, əgər olsa da şərh olaraq bildirə bilərsiniz, dəyərli dostlar. Çox təşəkkür və minnətdarlığımı bildirirəm sizlərə, dəyərli dostlar. İnşallah, bura qədər hər şey sizə aydın oldu. Gələcək verilişlərimizdə görüşənə qədər diləyirəm. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Təşəkkürlər, minnətdaram.